Salam hörmətli izləyicilər. Deməli, ikinci dərəcəli yoldan gür intensiv hərəkət olan yola çıxırıq. Bəzi sürücülər düzgün dönmə əməliyyatı etmirlər. Bax, qarşımızdakı avtomobilin sürücüsü deməli, sağ zolağa dönə bilməyəcək. Çünki sağ barjurdan uzaqda dayanmışdı və soldan onu gəlib vura bilərlər. Əslində, sağ barjura yaxın durmaq lazımdır, amma bunu da bacarmaq lazımdır da, məşq etmək lazımdır. Ondan sonra bax, fikir verin, biz sağ zolağa rahat döndük və burada problem var. Sürücülərin çoxsu dönmə işıqlarını yandırmayadan kəskin çıxırlar. Qafqaz variantı ilə, yəni emosional olaraq. Bax, bir də göstərirəm, sağa dönürlər, dönmə işıqlarını yandırmadan və güzgüyə baxmadan kəskin özlərini atırlar orta zolağa və qəzaya düşürlər. Amma çox ehtiyatlı olmaq lazımdır və diqqətli olmaq lazımdır.